Dünyada geosiyasi vəziyyət gərginləşəndə, müharibələr başlayanda, hal-hazırda kimi ABŞ-İran müharibəsi kimi müharibələr başlayanda bütün dünya gündəmi, mediası bu müharibələrdən yazır və bu da investorları qorxudur. Belə halda riskli səhmləri hamı satmağa başlayırlar və qızıl kimi güvənilir yerlərdə pullarını saxlayırlar. Bu səbəbdən indi həftə sonu olduğuna görə stok bazarları bağlıdır. Biz bir şey deyə bilmirik, amma birinci gündən biz böyük bir dəyişikliklərin olduğunu görəcəyik. Əgər müharibə olana qədər kimlər ki riskli səhmlərini satmışdılar, profitlərini götürmüşdülərsə onlar qabağa düşürlər. Amma kimlər ki satmamışlar, birinci gündə səhmlərin qiymətinin aşağı düşdüklərini görəcəklər. Ona görə qızılın qiyməti artacağını mən düşünürəm. Digər səhmlərin, böyük bir səhmlərin də qiymətlərin aşağı düşəcəyini gözləyirəm. Bu dediklərim hər hansı bir investisiya tövsiyəsi deyil, məsləhət xarakteri daşımır. Özünüz bazar araşdırmalısınız, özünüz təhlil etməlisiniz ki, bir nəticəyə gələsiniz. Bu fikirlər mənim şəxsi düşüncələrimdir ki, geosiyasi vəziyyət gərginləşəndə qızılın və gümüşün qiymətləri artır. Bir çox səhmlərin, xüsusən də riskli səhmlərin qiymətləri aşağı düşür. Ona görə də birinci gün səhm bazarında böyük bir dəyişikliklərin olacağını düşünürəm.